Hər kəsə salamlar. Bugün mən Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Cəfər Cabbarlının həyat və yaradıcılığından danışmaq istəyirəm. Bəzən bir ömür kitab kimi yazılır. Hər səhifəsində cəsarət, hər sətrində fikir, hər cümləsində ideya olur. Bu kitabda baş qəhrəman sözlə döyüşür, səhnəli dəyişir. Millətin ruhuna toxunur. Bugünkü mövzu Cəfər Cabbarlının həyatındandır. O, 1899-cu ildə Xızı rayonunda anadan olanda nə özü bilirdi bu qədər danışılacağını, nə də zaman anlayırdı belə bir gəncin tarix yazacağını. Sadə bir ailədə böyüyən Cəfər çox erkən yaşlarından həyatın acı üzü ilə rastlaşdı. Atasını itirməsi, yoxsulluq, məhrumiyyətlər. Amma bu çətinliklər onu qırmadı. Əksinə, içində bir inad doğurdu. Mən yazacağam, mən danışacağam deyirdi. O Bakıya köçdü. Burada təhsil aldı. Dilləri öyrəndi. Dünya ədəbiyyatı ilə yaxından tanış oldu. Amma o sadəcə bilik toplamaq üçün oxumurdu. O yazmaq üçün oxuyurdu. Fikirləşmək üçün, sorğu-sual etmək üçün. O artıq bilirdi ki, cəmiyyətin dəyişməsi üçün gərək əvvəlcə ruh dəyişsin. Və bu ruhu dəyişdirmək üçün ona silah lazım idi. Təbii ki, onun silahı qələmi oldu. Cəfər Cabbarlının yazı üslubu sadə idi. Amma sadəlik içində bir dərinlik yatırdı. Onun sözləri oxucunun qəlbinə işləyirdi. Əsərlərində gündəlik həyatın ən adi səhnələrindən böyük sosial fikirlər doğulurdu. Qadın azadlığı, maarifçilik, cəmiyyətin ikiyüzlülüyü, hamısı onun qələminin hədəfi idi. O gördüyü susqunluğu sözlə pozurdu. O dinməyənləri danışdırırdı. Sevil pyesində bir qadının azadlıq mübarizəsini səhnəyə gətirməsi o dövrün teatrı üçün bir inqilab idi. Cəmiyyətin qadına baxışını dəyişdirmək o zamanlar çoxların ağlına belə gəlməyəcək cəsarət tələb edirdi. Amma Cəfər bunu etdi. O qadının təkcə ailədə deyil, səhnədə, cəmiyyətdə, fikirdə yer tutduğunu göstərirdi. Bu sadəcə teatr deyildi, bu bir dirəniş idi. Cəfər Cabbarlı sözlə meydan oxuyurdu. Onun üçün susmaq sanki bir xəyanət idi. O söz varsa dəyişmə mümkündür deyirdi. Onun Oqtay Eloğlu əsərində xalqın sevgisi, azadlıq uğrunda qurban verilməsi bir millətin yaddaşına yazıldı. O, milli ruhu oyadırdı. Təkcə yazmaqla kifayətlənmirdi. O həm də bu sözləri səhnəyə daşıyırdı. Onun quruluş verdiyi tamaşalar, yazdığı ssenarilər və səhnəyə gətirdiyi obrazlar insanlara güzgü tuturdu. Onları özləri ilə üz-üzə qoyurdu. Əlbəttə, belə bir cəsarət Sovet dövründə bəyənilmirdi. Cəfər senzuraya, gizli təhdidlər və məhdudiyyətlərlə üzləşirdi. Amma o qorxmurdu. Çünki o xalq üçün yazırdı. Onun hesabı nə dövlətlə idi, nə şan-şöhrət tələb edirdi. O sanki bir zamanla danışırdı. Və bilirdi ki, zaman keçəcək, geriyə söz qalacaq. Təəssüflər olsun ki, bu parlaq yol tez sona çatır. 1934-cü ildə, cəmi 35 yaşında Cəfər Cabbarlı bu dünyadan köçür. Hələ çox yazacaq, çox deyəcək, çox şey dəyişəcəkdi. Amma qismət olmur. Amma nə qədər ki onun yazdığı bir səhnədə oynanılır, nə qədər ki tələbə onun misralarını indiki dövrdə əzbərdəyir, nə qədər ki bir qadın onun obrazından güc alır, o yaşayır və yaşayacaq. Bugünkü günlərdə onun adına küçə, teatr və kitabların adları onun üzərindədir. Amma ən önəmlisi xalqın yaddaşındadır. O bir yazıcıdan daha artıq idi. O bir fikrin, bir çağırışın, bir millətin adı idi. Cəfər Cabbarlı bizə göstərir ki, qələm təkcə yazmaq üçün deyil, dəyişmək üçündür. Bir sonraki bölümlərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.